Frazeoloji birləşmələrlə davam edək. Frazeoloji birləşmə bildiyiniz kimi iki və daha artıq sözü birləşərək öz həqiqi mənasını itirib məcazi məna bildirməsinə deyirlər. Frazeoloji birləşmə haqqında deyək. Mürəkkəb feil sayılır. Mürəkkəb feildir frazeoloji birləşmələr. Mürəkkəb feil. Morfoloji təhlildə parçalanmır. Sintaktik təhlildə parçalanmır. Nə əsas, nə aslı tərəfi var. Deməli, formaca dəyişir, tərkibcə dəyişmir. Deməli, frazeoloji birləşmə haqqında ümumi məlumat bu. İndi biz deməli nə edirik? Burada baxaq məlumatlar. Morfoloji təhlildə parçalanmaz nə deməkdir? Məsəl üçün deyirəm ki, huşunu itirmək. Huşunu itirmək. Huşunu itirmək. Huşunu itirməkdə biz bunu bir feil götürürük, mürəkkəb feil. Daha deyə bilməli ki, huşunu təsirli halısını itirmək məstərdir. Olmaz. Buna bir dənə sən deyirsən nədir? Mürəkkəb, məstər və ya frazeoloji birləşmə mürəkkəb feil. Yəni bunun adı budur. Sintaktik təhlildə deyə bilmək ki, itirmək məstərdir, huşunun sözündən birləşib, parçalayıb bir dənə feili birləşməlidir, xeyr deyil. Yəni burada və yaxud huşunun sözünü biz aslı, itirmək sözünə əsas tərəf götürə bilməlidir. Çünki frazeoloji birləşmənin nə əsas, nə aslı tərəf var. Və bura qeyd edək, aralarında heç bir sintaktik əlaqə olmur. Sintaktik əlaqə yoxdur. Sintaktik əlaqə, burada deyək məsələn, idarə əlaqəsi var, yanaşma var, nə bilim, başqa. Bu əlaqənin heç biri olmur. Biz əsas toxunacaq nəyə? Formaca dəyişmək və tərkibcə dəyişmək nədir? Davam edək, deməli, yoldaşlar. Formaca dəyişir o demək ki, biz ona hər hansı bir qrammatik şəkilçi artırıb dəyişə bilirik forması. Məsələn, bir dənə frazeoloji birləşmə götürək, ağzından su almaq. Məsələn, ağzından su almaq. Ağzına su almaq. Bunun forması dəyişirsə, bunu rahat qrammatik şəkilçilər əlavə edə bilərsiniz. Məsələn, deyirəm ki, ağzından su alan, ağzından su alanda, ağzından su aldı, ağzından su alacaq və s. Yəni bu şəkildə davam edə bilərik ki, yəni bunu biz qrammatik şəkildə formasını dəyişə bilərik. Amma tərkibcə dəyişmək nədir? Tərkibcə dəyişmək o deməkdir ki, tərkibcə dəyişən zaman biz onun tərkibindəki hər hansı bir sözün yerini dəyişə bilmərik və yaxud hər hansı bir sözü oradan çıxara bilmərik. Məsələn, deyirəm ki, dilotu yemək. Dilotu yemək. Bunu tərkibdə dəyişmək. Çünki niyə? Buradan dilotun dəyişir, yemək dilotu. Məna olmaz və yaxud çıxar yəni. Dilotun çıxar və yeməyə çıxar. Frazin qalmaz. Yəni tərkibcə dəyişməz budur. Formaca dəyişmədə biz orada dramatik şəkilçi artırmamız bizim onun formaca dəyişməyimiz sayılır. Eyni zamanda biz frazeoloji birləşmənin amonimliyinə, antonimlə və sinonimlə baxmalıyıq. Amonimlik anlayışı hər birimizə məlumdur ki, yəni amonimləri eyniş və yazılış eyni, amma mənası fərqli olsun. Biz frazeoloji birləşmənin amonimliyini, antonim və sinonimini tapanda, amonimlik, antonim və sinonimliyi tapanda bilməliyik ki, bunun hər tərəfindəki frazem olmalıdır mənalar. Yoxsa biri həqiqi mənada, biri frazeoloji birləşmə olsa, bu artıq sayılmaz. Məsələn, buraya yazılan mən can vermək. Bilirsə, mənalar bir-birinə əks olan enantisiya mənası əsaslaşır. Can vermək mənası nədir? Biri var, məsələn, ölmək mənasında. Quş can verir, ölür, insan can verir, ölür də. Deyir ki, yağış bitkilərə can verir, diriltmək mənasında. Məcaz diriltmək mənasında. Bunlar görür ki, bax, ikisinin də mənası nədir? Yaralı quş can verir, məcazi. Təbiətə yağış can verir, məcazi. Hər ikisi frazemdir, mənalarda fərqlidir, amonim. Amma bura yazsam ki, bura məsəl üçün mən yazıram, deməli, yola düşmək. Amilliyi, yola düşmək. Məsələn, biri var, deyir ki, qatar yola düşdü, yola düşdü. Bir də deyirəm ki, qələm yola düşdü, qələm. Bax, qələmin yola düşməyi nədir? Həqiqidir. Qatar yola düşməyi məcazi. Bu amonim sayılmaz. Çünki niyə? Bir məna tay gedir məcazi, bir gedir həqiqi. Bir tərəfi həqiqi, bir tərəfi məcazi olanın artıq bizim amonim frazeoloji birləşmə sayılmaz. Bunun nümunələri çoxdur. Məsəl üçün biz yaza bilərik çörək kesinlər.
çörək. Necə ki, o məşhur filmdə deyilir, bu da duz çörək, bu da haqqı salın. Ya burada məsəl üçün çörək sözü, çörək kəsmək ifadəsidir. Çörək kəsmək ifadəsini biz deməli istifadə etsək, deyirəm ki, uşaqlar süfrədə çörək kəsir, çörək kəsilir, süfrədə çörək kəsmək, süfrədə çörək kəsilir. Bir də deyirəm ki, biz sənlə duz çörək kəsmişik. Bu nə hərəkət sən etdin? O məcazi məna, bu da həqiqi məna bir-birinə amonim sahilimdir. Bunun eynisini artıra bilərik. Mesela gözü açılmaq. Gözü açılmaq. Gözü açılmaq nədir? Gözü açılmaq. Biri var deyir ki, səhər yuxudan durdu, göz açıldı. Yuxudan durmaq mənasında. Bu həqiqidir. Amma deyirəm ki, o şəhərə gələndən yaman göz açıldı. Yəni, necə el arasında deyir, diribalı olur. O mənada olsa, artıq o amonim sahilimdir. Çünki bir tərəfi həqiqidir, bir tərəfi məcazidir. Bunların sırasında var yanıb tökülmək sözü. Yanıb tökülmək. Yanıb tökülmək. Yanıb tökülmək ifadəsi. Yanıb tökülmək ifadəsi niyə olmur? Çünki deyirəm ki, bir paxıl adam olsun. Deyir ki, falan kəs universitetə girib, mən yanıb tökülürəm. O frazel məcazdır. Amma deyirəm ki, ağacın yarpaqları yanıb tökülürdür da həqiqidir. Bunlar bir-birinə amonim sayılmaz. Və eyni zamanda amonim məcəlləsində bunu verə bilərik ki, məsəl üçün, biz amonim rəqəm mənası fərq olmalıdır. Bura yazar ki, Nizami əsərini başa vurdu. Başa vurdu. Nizami əsərini başa vurdu, Füzuli ömrünü başa vurdu. Füzuli ömrünü başa vurdu. Bunun ikisində uşaq deyir ki, müəllim amonimdir. Nəyə görə amonimdir? Axı bunun mənaları eyni Nizami əsəri başa vurubsa, bu adam bitirir. Füzuli də ömrünü başa vursa, bu adam da ömrünü bitirir. Bunlar nə olacaq? Bir-birindən amonim sayılır. Çünki məna eyni. Biz demişdik ki, məna fərqli olsun. Buraya yazsam ki, o etdiyini başa vurdu. Bu sayılar. Çünki niyə? Bu qatınc etmək mənasıdır. Bu bəzən nə vaxt sayılmaz? O vaxt sayılır ki, məsələn, deyirəm ki, müəllim bugünə qədər yaxşılıq edirmiş. Bu günə məxfil etdiyi yaxşılar başa vurdu. Yəni bitirdi. O mənası olsa sayılmaz, amma belə qatınc etməklə bitirmə mənası normal sayılır. Daha sonra bunun sinonimliyinə gələndə, sinonimliyi də eyni qaydasındadır. Sinonim burada yazaraq ki, məsəl üçün, hirsindən zəncir çeynəmək, və hirsi başına vurmaq. Hirsi başına vurmaq. Bu olsa nə olacaq? Bir-birindən əlbəttə ki, hər iki tərəfi frazeoloji birləşmə sinonim. Amma buraya yazsa ki, hirsi başına vurmaq, əsəbiləşmək və əsəbi olmaq və ya hirsli olmaq. Bu artıq frazemin sinonimliyi sayılır. Çünki əsəbiləşmək bir sözdür. Biz başlayanda dedik ki, amonimli, antonimli, sinonimli frazem olmaq. Bu bir sözdür. Əsəbi olmaq da bir mürəkkəb feil, yəni olmaq və təklifmək frazem deyil. Antonimli də eyni qaydadır. Məsəl üçün deyirəm ki, dilotu yemək, bir də deyirəm ki, ağzına su almaq. Biri çox danışmaq mənasıdır, biri sakit durmaq, ağzına su almaq. Bunlar normalda antonim. Amma buraya yazsa ki, məsəl üçün, ağzına su almaq, susa bilməmək və yaxud çox danışmaq, bu frazenin antonimli sayılmaz. Ona görə ki, niyə? Bu frazedir, bunlar həqiqi mənada ifadədir. Yəni, bunlar sayılmaz. Belə, yoldaşlar, leksikologiya ilə bağlı izahlarımız bu qədər. Səhifəmizi izləyin, dərslərimizə yazın.